Amma istənilən halda sizin övladlarınız sizdən daha yaxşı firavan yaşadılar da. Yəni artıq Yox, sizin mənim əliniz çörəyə yaşayışımla çatmışdı. onların yaşayışının arasında çox böyük fərq var idi yəni. Fəzan müəllim, Valla mən deyim də sizə, arası bir 35-36 yaşından mən yaxşı əmək qalmışam. Çox yaxşı əmək qalmışam. Məlum oldu 280 manatdan pul alırdım Milli Namizədi kimi. O zaman 280 manat mən alırdım, yoldaşım da baş laborant işçiydi, 120 manat da alırdı. 400 manata yaxın pul alırdıq biz. 400 manat o deməkdir ki, Ülviyə xanım. O 280 manatla bir il boyu dolanırdıq, uşaqların paltarını alırdıq, bütün ehtiyaclarımızı ödürdük. Yoldaşımın 120 manatını yığırdıq, gelirdik Kislovodskaya, gelirdik mesela Moskvaya, Podmoskovya, gelirdik başka yerlerde dincəlirdik bir ay. Belə bir vəziyyət var idi. Fəzan müəllim, növbəti bir mövzuya keçməzdən əvvəl bir sual vermək istəyirəm. Əlinizdə tatular var. Bu Mənası nədir onun? 1900 neçə? Bunu təvəllüd yaptım, 1947. Hə. O da nə idi? Buradakı nədir? Başı. Hə, fəza. İndi bunu... O da siz silməyə çalışmışsınız o fəni, hə? Belə... Yox, silməyə çalışdım, silinmədi. Yandırmağa çalışdım, yanmadı, mümkün olmadı. Nə idi? Bunu mən belə nakolka deyirlər də, bunu hardasa 12-13 yaşında eləmişəm. Söhbət nədən gelirdi? Oğlan uşaqları da görək kim dözə bilir ağrıya. Bunu xüsusi süd verən qanqal var idi. O süd verən qanqalla yazırdıq, sonra iğnə ilə bunu döyürdük. Qan çıxırdı ondan. O qədər böyük ağrı verirdi ki, ona dözmək lazım idi. Süd verən qanqal, bəs niyə o rəngdə? İğnə ilə... Yox, süd verən qanqal sonra belə göy rəngi alırdı. O yəni bu quaş falan deyil də, yəni sonraki... Yox, bu təbii bir şeylə alınırdı. Bunu da bizə deyirdilər də, kətdən bizdən qabaqda olmuşlar. İğnə də Allah belə sizdən ona keçirdi, ona heç xəstəlik də yayılmır. Yox, hərənin öz iğnəsi vardı da, evinə gətirirdi, vururdu belə. Və burada ağır qan olurdu, qıpqırmızı. Bir müddətdən sonra artıq qan da yürür, gedirdi, bax belə də bir. Ondan sonra utandığınız dövr olub, siyasətə Biraz utandığım dövr, bəzən gecətmişəm.